altında dünya məhəbbəti sizi buracan çatdırıb götürüb. Bugün istisində iş görürsünüz. Həmişə fikir vermişəm, imamlar belə adamların qabağında çox sərt danışırlar. İmam baxdı dedi ki, mən burada işləyirəm ki, sənin kimlərə möhtac olmayım. Mən burada işləyirəm ki, Allahın xoşu gəlir bir əziyyət çəkən adama rəhmət nəzəri ilə baxır. O rəhmət nəzərini qazanmaq üçün gəlib günün altında işləyirəm. Bəzi günahlar var deyir ki, heç nə ilə yuyulmaz, alın təri var, işləyirsən alnından tər axır deyir, o günahların kəffarəsi odur. Bəzi günahlar var, tövbə ilə də bağışlanarsan təsiri çıxmaz qəlbdən. Mənfi təsiri çıxmaz. Əli əleyhissalam səhərdən çıxırdı axşama qədər. Mən bir Arifin kitabını oxuyordum, sizə danışmışam onun haqqında. Həddad adında. Nalbənd idi, səhərdən axşamacan Kərbəlanın istisində deyir, qəpi quruşa dəmir döyürdü istinin altında. İsti oruz günlərində axşamacan deyir, işləyirdi. Bəzi günlər qazancını şagirdinə verib gedirdi, amma işləyirdi. Arif budur, Arif tənbəl oturub əlinə zikir, təsbih alın zikir deyim, bu Arif deyil. O müqəddəsbaz, sufi məslək adamlardır. Əziyyətdən qaçmaq axmaqlıqdır, üzr istəyirəm. İdarə eləmək, əziyyəti düzgün istiqamətə yönəltmək məharətdir. Bugün mərd cavanlar meydana girməlidir və öz rahat tələbli ilə mübarizə aparıb uğurlara imza atmalıdır. Bir cəmiyyətdə rahat tələbli inkişaf eləsə bilirsiniz nə olur? Bivec olur o cəmiyyət. Öz taleyinə biganə olur. O cəmiyyət bilirsiniz necə cəmiyyət olur? Dini də qoyur qabağına, deyir mənim üçün rahat olan hansıdır? Dini də götürür rahat tələblinin istismarına gətirir, çıxardır. Dində də kefinə uyğun ən rahat yolları seçir. Baş ağrısı olmasın mənim üçün. Vaxtımdan qoymayayım, pulumdan keçməyeyim. Ay Hacı, danış biraz feyziyə belə bizi. Ay Məşədi, gəl biraz mərsi oxuy. Gəl filan kəs bir su. Belə dindarlıq. Bozbaşdan gətirin, tökün, oturaq yiyək bir yerdə. Aşdan, filandan, belə dindarlıq. Rahat. Heç bir şey, bu dindarlıq bunun rahatlığını pozmur. Bunu narahat eləmir. Heç cür narahat eləmir. Müharibə olanda döyüşə getmir. Heç bir vətənpərvərlik hissi yoxdur bu insanda. Deyirsən, Allah başı ağrısı olmasın. Qoy, sülh olur olsun, torpaq da gedir getsin. Bilirsiniz, bax, bu xislət hansı fəsadlara gətirib çıxardır? Hansı bəlalara gətirib çıxardır? Sözümü bitirirəm. Fatimiyyə ilə nə əlaqəsi? Yarım saatdır danışıram. Fatimiyyə ilə əlaqəsi budur ki, xanım Fatimə-i Zəhra salamullah aleyha Mədinə cəmiyyətinə müraciət edib, dedi ki, and olsun Allaha, görürəm ki, sizdə rahatlığa meyl var. Görürəm ki, sizdə rahat tələblik var. Xanım Fatimə-i Zəhra salamullah aleyhanın dəvətinə cavab vermədi o cəmiyyət. Nə üçün? Dedi, başım ağrımasın. İndi görürsünüz, nə böyük cinayətdir bu. Xanım Fatimə Zəhra Mədinə cəmiyyətini vəsf eləyərkən, tərif edərkən deyir ki, siz rahat tələb insanlarsınız. Bivec adamlarsınız. Ona görə Fatimənin fəryadı da onları oyatmır. Deyir ki, namazımızı qılırıq, orucumuzu tuturuq, ibadət eləyirik. Ay Peyğəmbərin qızı, bizdən əl çək, dicdiyimizi əlimizdən alma. Mən bunu dəfələrlə demişəm, and olsun Allaha, can tələb olunmurdu orada. Kərbəlada can tələb olunurdu. Fatimiyyədə can lazım deyildi. Sadəcə bir qədər az bivec olsaydılar, durub desədilər ki, belə eləməyim, bəs idi. Heç bir güc qüdrət yox idi. Heç kəsi də öldürən yox idi. Heç kəs sadəcə cəmaat o qədər rahat tələb idi ki, rahatlığını pozmaq belə istəmədilər xanım Fatimə Zəhrayı. Dinc başım, ağrımaz başım. Namaz qılırıq, oruç tuturuq, ibadət edirik. Bizlə işimiz olmasın. Əhl-i Beytə bu məntiqlə qarşısında dayandılar. İndi görürsünüz, mən danışdığım xislət nə qədər təhlükəlidir. Nə qədər təhlükəlidir.
Sadəcə rahatlığımız pozulmasın deyə imamların sözü göydə qaldı. Xanım Fatimə Zəhranı yandıran bu idi. Deyir, siz nə qədər rahatlığa meyillisiniz ki, heç nə sizdən istəmirəm ki. Məsciddə çıxış elədi, haqqını sübut elədi. Müxalif adam dedi ki, yaxşı, cəmaat nə deyir olsun. Gördü ki, məntiqdə uduzur. Cəmaat nə deyir o olsun. Həzrət Fatimə baxdı, dedi, nə deyirsiniz? Gördü ki, hamı başını saldı aşağı, danışmadı. Bir dənə Ümmü Sələmə, Peyğəmbərin xanımı dilləndi. Dedi, Fatimə ilə belə davranırsınız, Peyğəmbərin qızı ilə. Deyir, Həzrət Zəhra da ümidsiz oldu o cəmiyyətdən. Gəldi və deyir, ağlaya-ağlaya Həzrət Əliyə dedi ki, Əli, oturmuşsan evin küncündə, Mədinə cəmaatı məni məsciddə xar elədilər. Məni xar elədilər. Mənim sözümə rədd cavabı verdilər. Məni köməksiz qoydular. Niyə? Onlardan can istəyən var deyə onlar bir dənə durub deməlidir ki, bu düz deyir. Vallahi bunu demədilər. Vallahi tarix bunu deyir. Heç nə. Durub demədilər ki, bu adam düz danışır. O qədər rahat tələb edilər. Dedilər ki, yaşayırıq da sən Allah qarışdırmayın. Buna görə qurban verdilər. Və küfərlər də İmam Hüseyni dedilər, öldürək ki, rahat olaq. Sizə desəm ki, Kərbəlanı yaradan səbəblərdən biri cəmaatın rahat tələbliyidir, inanarsınız, inanın ki, belədir. Ona görə o tənbəl uşaq deyirəm, böyüdürsən, onun gələcəyi çox təhlükəlidir. Sabah rahatlığını imam da pozsa, ona da qarşı çıxar. Peyğəmbər də pozsa, ona da qarşı çıxar. Ona görə bu xislət çox təhlükəli bir xislətdir. Və xanım Fatimə Zəhranı çox yordular. Qapılarını döydü bir-bir. Dedilər, sən Allah bizdən. O dedi, bu filan kəs dəstək verib, dedi o. Getdilər, sonra Muaviyə məktubunda onu Həzrət Əliyə irad tutur. Bir-bir qapıları döydün, üzvə qapı açan olmadı. Düz də deyirdi. Həzrət Əli də bir üstünə cavab verdi. Demədi, olmadı. Dedi, bəli, oldu, düzdür. Amma məzlumiyyət kişi üçün eyb deyil. Bəli, məni məzlum elədi o cəmiyyət. Amma mənim üçün eyb deyil. Məzlumiyyət, zülmə məruz qalmaq kişilər üçün izzətdir, şərəfdir. Bu mənim üçün eyb deyil. O cəmiyyətin eybi idi, sən mənə nisbət verirsən. Mənim üçün eyb deyildi. O cəmiyyətin bivecdiyini görəndə Fatimə meydanda tək qalır. Və həmişə mən ən məzlum sözləri bəlkə də budur ki, deyir, Həzrət Əlinin qolunu açdılar məsciddə, deyir, baş aşağı dayanmışdı. Bu da hər şeyini xərclədi Həzrət Əlinin yolunda və gördü Həzrət Əli xəcalətli dayanıb, deyirlər, məsciddə gəldi, dolandı başına və dedi, ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlvida ya Əbəl Həsən. Dedi, narahat olma, ruhum ruhuva, canım canıva qurban olsun. Heç kəsin yoxdur, mən varam. Niyə başı aşağı salmısan? Nəyin varsa sənə qurbandır, tərəddüd eləmədən sənin yolunda verirəm. Ondan sonra qayıtdı, evə xəstəlik tapdı. Xanım Zeynəb deyir ki, durdu, anam bir gün gördüm ki, elə bildim sağalır. Durdu, gördüm deyib, təzə paltarlar giyindi və üzü qibliyə dayandı. Dedim, yəqin anam özünə şəfa istəyir, ürəyim sevindi, deyir, üzü qibliyə dayandı, əlini Allah dərgahına qaldırdı. Atam da evdə bir küncdə oturmuşdu. Dedi, ilahi səni and verirəm o dizlərini qucaqlayan məzlum əlinin hörmətinə. Allahümmə əccilli vəfati səriyan. Day, apar məni. Mən bundan artıq dözə bilmirəm. Əli küçədə bu cəmaata salam verir. Salamının cavabını vermirlər. Mən bu mənzərəni sakit seyr eləyə bilmirəm. Apar məni, al məni bu cəmiyyətdən. Cəmiyyətin rahat tələbliyi, həmin o rahat başım ağrımaz, başım məntiqi xanım Fatimə Zəhranın məzlumiyyətinə, Əhl-i Beytin məzlumiyyətinə gətirib çıxartdı. Bilmirəm, əlaqəni çatdıra bildim ya yox. Yəni, söhbətim bu mövzudaydı ki, bu xislətin əsası ilə mübarizə aparaq, özümüzdə bunun inkişaf eləməsinə imkan verməyək. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm ələ əzzil əcəllil əkrəm və bihaqqı Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdə'i fiha ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma.